Əvvəl dua etdilər, sonra isə benzin üstündə bir-birlərinə hücum etdilər. Rusiyada yanacaq doldurma məntəqələri sözün əsl mənasında döyüş meydanına çevrilib. Sürücülər benzin almaq uğrunda əlbəyaxa olur. Qışqırıqlar, davalar və uzun növbələr isə artıq adi mənzərəyə çevrilib. Vəziyyət o həddə çatıb ki, sosial şəbəkələrdə keşişlərin benzin böhranının sona çatması üçün dua etdiyinə dair görüntülər də yayılır. Bəs Rusiyada nə baş verir? Səbəb ölkənin bir sıra bölgələrində yaranan benzin qıtlığıdır. Qlobal sferada bu benzin qıtlığı Ukraynanın Rusiyanın neft zavodlarına endirdiyi son zərbələrlə izah olunur. Lakin Rusiyalı mütəxəssislərin fikrincə, yanacaq çatışmazlığına neft emalı zavodlarında aparılan təmir işləri, logistika problemləri və artan daxili tələbat səbəb olub. Bəzi bölgələrdə 95 markalı benzinin satışı məhdudlaşdırılır. Sürücülər isə saatlarla növbədə qalaraq yanacaq əldə etməyə çalışırlar. Rusiyalı rəsmilər isə mənzərənin qarşısında səssizliyini qoruyur. Hazırda vəziyyətin nə vaxt normallaşacağı ilə bağlı dəqiq tarix isə açıqlanmır.